Permeti, bonjour monsieur. Bugün sizləri fransız dilində qarşılamağım təsadüf deyil. Bugün sizlərə Fransada, Avropada ümumiyyətlə məşhur olan, belə deyək, möhtərəm qonaqlara təklif olunan, bahalı restoranlarda təklif edilən ilbis necə bişirilir, onu sizlərə göstərəcəm. Helix də deyirlər. Bizdə bugün bişirəcəyimiz ilbis növü Helix Turkish, yəni türk ilbisi belə gedir. Onları necə hazırlanır, A'dan Z'yə sizə təqdim edəcəyim. İnşallah izləmədə qalın. Düşünürəm ki, möhtəşəm bir sunum olacaq. Kəndə qayıdan da mərmərikdən yeyəsən, daxlı bulağının suyun içəsən, turşu məzə piltan yemli yeyəsən. Seyidlər bulağı, seyidlər çayı, gözəl olur kəndimizin hər ayı. Yadıma düşəndə kəndin dağları, orada keçib gənclik çağları. Seyidlər bulağı, seyidlər çayı, gözəl olur kəndimizin hər ayı. Yadıma düşəndə kəndin dağları, orada keçib gənclik çağlarım. Möhtəşəm, möhtəşəm. Səngərdən yenəsən qara qəyyə, keçib Moz yurduna Ertiş dərəyə, cacıq uyğasan qara ətəyindən, oradan da gələsən